Salam hörmətli tələbələr və riyaziyyat həvəskarları. Mən Ülfət müəllim Şəxəliyev. Bu günlərdə maraqlı bir videonun qarşınızdayım. Biz bugünkü videoda adi və onluq kəsrlər mövzusundan olan çətin sualların izahlarını sizlərlə paylaşacağıq. İnanıram ki, sizlər üçün də xeyirli, uğurlu olacaq. Vaxt itirmədən keçək suallara. Demək, burada qeyd eləmişəm bəzi sualları. O sualları sizlər üçün izah edəcəm. İlk sualımız bu olsun ki, necə deyərlər, adi və onluq kəsrlərdə bütün tələbələrin bu sualla bağlı problemləri var. Bu sual onlar üçün bir sanki qaranlıq yuxudur. Lakin biz bunu indi həll edəcəyik. Yoldaşlar, bu tip sual gördükdə və yaxud da ola bilər ki, sualı bura qədər görərsiniz. Yəni, onda durub məxrəzi vurum, sonra məxrəzləri bərabərləşdirim, söhbət eləmək lazımdır. Vaxt çox gedir. Qısa yol nədir? Mən bu qədər sadə o shorts videolarında da bu tip sualları izah eləmişəm. Bunu da uzun videoda əlavə eləməlidir. Bu sual o suallarla eyni deyil. Rəqəmlər fərqlidir, müxtəlif sualdır. Bu da toplum sualı, onlar da toplum suallardır. Lakin dedim ki, yəni, bu uzun videolarda bəzən tələbələr müxtəlif növləri görmək istəyirlər. Bu da onun səbəbdən əlavə etdim. İndi necə baxacaq bu suala? Bir nömrədə açıraq, kəsr xətti çəkirik. Sürətdə nədir? 1. Sürətə əlavə edirəm 1-i. Məxrəclərdə neçə vahid fərqlənirlər? 2 vahid, 2 vahid, 2 vahid. Hamısı 2 vahid fərqlənir. 2-ni əlavə edirəm məxrəcə. Və götürürəm birinci kəsrin ilk hissəsi, yəni 1/1 hissəsindən çıxıram nəyi? Sonuncu kəsrin son hissəsini, yəni 11/1-i. Burada nə baş verir? Burada baş verir ki, 2/1 vururam nəyə? Məxrəcəni bərabərləşdirsəm 11-də 11-dən çıxarım 11/1-i. Alınır nə? 2/1 vururam nəyə? 11-də 10-a. Bunları da vurduqda 22-də 10 alırım. Sadələşdirsəm 11-də 5. Bu tipdə bunu uşaqlarla nə olar? Yazmaq olar. İndi bu sualı silək. Növbəti sualı izah edim sizlərlə. Növbəti sual burada mən deməli işarə eləmişəm hansı sualı. Bu sualı. Deyir ki, m kvadrat plus 5m plus 6 bölünsün m ifadəsi m-in neçə natural qiymətində kəsir natural ədəd olur? M-in neçə natural qiymətində, yəni m daxildir natural ədədlərə. İfadə natural ədəd olur. Burada uşaqlar baxırıq nəyə? Biz hər tərəfi bu formada m kvadrat bölü m üzərinə gəl 5m böl m üzərinə gəl 6 böl m şəkildə yaza bilərik. Məxrəcləri ayrı-ayrı şəkildə. Buradan alıram m üstə gəl 5 üstə gəl 6 böl m. Burada 6 böl m alınırsa mən m-ə elə qiymətlər verməliyim ki 6-ya bölünsün. M-ə nə qiymət verə bilərəm? Verə bilərəm 1, 2, 3 və 6-nın özü. Bu qiymətlər verdikdə natural ədədlərdir. Bu ifadənin qiyməti natural ədəd olacaq. Amma bir məsələ var. Əgər burada məsələn, çıx olsaydı, onda artıq siz gərək ədədləri bir-biri yerinə qoyardınız və yoxlayardınız ki, həmin şərtdə natural ədəd verirsə, onu doğru götürərdiniz və yaxud da çıx burada yox, burada olsaydı, məsələn, yenə də həmin qaydana gərək onları nəzərə alardınız. Amma hamısı toplamadır deyə bir dəfəlik bu qiymətləri götürə bilərik. Natural qiyməti deyilsin 1, 2, 3, 4, 4 qiymətindir. Tam desəydi, o halda artıq bunu 2-yə vuracaqdıq. -1, -2, -3, -4-ə görə. Bu qədər rahat sualdır. Yaza bilərsiniz, əslində gözünüzə qəliz görsənsə belə yazılası suallardan da, yəni bunu səhv eləyib hazırlıqda müəllimdən və yaxud da məşqdə müəllimdən soruşmağa ehtiyac yoxdur. Sonra məsələn deyir ki, burada digər bir sual hansını mən işarə eləmişəm, onları seçsin deyim. Bu Azər söhbəti. Deyir ki, Azərin bir qutu rəngli qələmi var. Deyir, o qələmlərin 3/1-ni İlqara, qalanın 4/1-ni isə Arifə verəndən sonra 24 dənə qələmi qalır. Deyir, əvvəl qutdan isə qələm var idi. Uşaqlar, deyir, Azərin bir qutu qələmi varsa, Azərin qələmin sayını bilmirəm. Ona görə qələmin sayı x-dir. Və Azər o qələmdən 3/1-ni İlqara verir. Yəni, bundan çıxıram onu nəyi? 3/1x. Nə deməkdir? Bu məxrəci 1-dir də. Ona mən bunu belə yaza bilərəm, 3/3x kimi. Bundan da 3/1x çıxanda yerdə qalır nə? 3/2x. Deməli, Azərdə 3/2x qədər qələm qaldı. Deyir, sonra qalanın 4/1-ni Arifə verdi.
Qalan nə qədər? 3-2 x-dir. Deməli 3-2 x-in hansı hissəsini? 4/1-ni. Deməli 3-2 x-i vururam nəyə? 4/1-ə. Bu da mənə nə verəcək? 3-2 x sıx. Bunu 4/1-ə vuranda alıram nə? 12-də 2 x-ini də verib. Bir də qara verib. Məxrəcdən bərabərləşdirsəm nə alıram? Alıram 12-də 8x sıx 12-də 2x. Bu da mənə verir nə qədər? 12-də 6x. Yəni 2-də 1x verdi mənə. İxtisar aparsaq. Nə verir indi mənə? Arif'i verdikdən sonra qutuda 24 qalan qaldı. Deməli, indi qutuda nə qədər qalıb? 24 qaldı. Deməli, bu nəyə bərabərmiş? 24-ə. İndi bu 24-ə bərabərdirsə, onda yazıram nə? Yazıram ki, 2-də 1x bərabərdir nəyə? 24-ə. Buradan da alaram ki, x nəyə bərabərdir? X bərabər olur. 24 vur 2 edir 48. Deməli, 48 dənə nəyi var imiş? Qələmi var imiş. Qəşəng sualdır. Səhv eləmək olmaz bu sualda. Baxırıq növbəti suala. Digər bu tip sualda tələbələr üçün qəliz olan suallardandır. Biz çalışırıq ki, maksimum dərəcədə bu qəlizlikləri ortadan qaldıraq. Məsələn, bu sual. Bir briqada müəyyən işi 7 saata görür. Briqada işi 7 saata görür. Birinci briqada 7 saat. İkinci briqada 6 saat. Deyək, hər iki briqada 3 saat işləsə, işin hansı hissəsi görülməmiş qalır. 3 saat işləsə görülməmiş qalır. Gəlin biz görülən hissəsini tapaq. Hər briqada 3 saat işləyibsə, onu 7-də 3 üzərinə gəl 6-da 3. Məxrəcəni bərabərləşib 42-yə gətirsək, 42-də 18 üzərinə gəl 42-də 21. Alıram nə? 42-də 39. Deməli, 42-39 hissəsi görülən işdir, görülüb. Mənim hansısa görülməz. Görülməz deyirsə, deməli, iş özü 1-də bütövdür. Ondan çıxıram 42-39 görülən hissəsini. Və 1-i mən 42-də 43 kimi yazıb, 42-39 çıxanda alıram nə? Alıram 42-də 3. Bunları da ixtisar aparanda nə verir mənə? 14-də 1. Bu da demək ki, işin 14-də 1 hissəsi qalacaq. Belə. İnşallah video xoşunuza gəldisə videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Hələlik.